May ayının 22-ci günü üçün gözlənilən hava proqnozu haqqında ətraflı məlumat təqdim edəcəyik. Sinoptiklərin ilkin ehtimallarına əsasən ölkə ərazisində hava şəraitinin dəyişkən keçəcəyi gözlənilir. Bəzi bölgələrdə günəşli hava üstünlüyü təşkil etsə də, ayrı-ayrı ərazilərdə külək və qısa müddətli yağış ehtimalı da var. Paytaxt Bakı və Abşeron yarımadasında səhər saatlarında havanın nisbətən sakit keçəcəyi ehtimal olunur. Günün irəliləyən saatlarında küləyin sürətlənməsi və havada dəyişkən buludluluğun artması gözlənilir. Bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı da istisna edilmir. Axşam saatlarında isə havanın daha sərin və rahat keçəcəyi bildirilir. Ölkənin şimal bölgələrində səhər saatlarından başlayaraq buludlu hava şəraitinin müşahidə olunacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı və bəzi ərazilərdə şimşək çaxacağı gözlənilir. Güclü külək ehtimalı səbəbindən vətəndaşlara ehtiyatlı olmaq tövsiyə olunur. Xüsusilə açıq havada çalışan şəxslərin hava dəyişikliklərini diqqətdə saxlaması məsləhət görülür. Qərb bölgələrində hava şəraitinin nisbətən sabit keçəcəyi ehtimal olunur. Gün ərzində günəşli hava üstünlük təşkil etsə də, axşam saatlarına yaxın bəzi rayonlarda küləyin güclənməsi mümkündür. Əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan şəxslərə hava şəraitini nəzərə alaraq tədbirlərini planlaşdırmaları tövsiyə edilir. Cənub bölgələrində isə gün ərzində mülayim və isti hava şəraiti gözlənilir. Dəniz sahili ərazilərdə havanın nəmli keçəcəyi ehtimal olunur. Səhər və gecə saatlarında zəif duman müşahidə edilə bilər. Sürücülərə xüsusilə səhər saatlarında diqqətli olmaları tövsiyə edilir. Sinoptiklərin məlumatına görə yaxın günlərdə hava şəraitində müəyyən dəyişikliklər davam edə bilər. Buna görə də vətəndaşların gündəlik hava məlumatlarını izləmələri tövsiyə olunur. Xüsusilə səfərə çıxacaq şəxslərin və açıq havada tədbir planlaşdıran insanların hava proqnozunu əvvəlcədən yoxlaması faydalı ola bilər. Hörmətli izləyicilər, siz də yaşadığınız bölgədə hava şəraitinin necə olduğunu şərh bölməsində yaza bilərsiniz. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ən son hava məlumatları və gündəlik xəbərlər üçün bizi izləməyə davam edin.